müəllimlərin çağırışına gəlmişik. İsməyə bir şey yoxdur. Odun da ki, burada elə bir çətin tapılır. İnanın ki, şəhərə girəndə utanırıq. Bizim üstümüzdən hissi gəlir. Burada bir növ elə bir diqqətdən kənarda qalmışıq. Müəllimə qarşı bu qədər hörmətsizlik, müəllimə qarşı, ümumiyyətlə insanlığa qarşı, Azərbaycan vətəndaşına qarşı bu qədər hörmətsizlik, laqeydlik olmaz. İllər öncə, yəni 88-ci ildən sonra müəllimlərə təqdim olmuş ərazidir. İllərdir müəllimlər qaz uzuna həsrətdir. İçməli su da yoxdur. Yalnız işıq xətləri çəkilib, o da müəllimlərə kifayət etmir. Sumqayıtda müəllimlər unudulmuş məhəllədə yaşayır. Nə qaz var, nə də fasiləsiz su. Yaşma bağlarında 1988-ci ildən sonra məhz təhsil işçiləri üçün ayrılan bu ərazidə illər boyu minlərlə şagird yetişdirən, müəllim və direktor kimi fəaliyyət göstərmiş şəxslər bu gün elementar yaşayış şəraitindən məhrumdular. Ərazidə yaşayan təqaüdçü müəllimlər bildirir ki, burada mavi yanacaqdan istifadə etmək mümkün deyil. Qaz xəttinin çəkilməməsi səbəbindən qış aylarında evləri isinmir. Yaşlı insanlar soyuqda qalır. Su isə fasilələrlə verilir, bəzən günlərlə kəsilir. Çəkiliş apararkən sözün əsl mənasında ürək ağrıdan bir mənzərə ilə qarşılaşdım. Uzun illər Sumqayıt təhsilində işləmiş pedaqoq Sabir müəllimin yaşadığı ev. Təsəvvür edirsiniz. İmkanı olmadığı üçün belə bir evdə yaşayır. Ancaq digər bir məsələ də var. Bu ərazidə bir sıra problemlər var ki, məsələn qaz yoxdur. Su da var, amma su az vaxtla verildiyi üçün burada öz üçün bir bağ düzəldib. Bağın da ağacların dibinə su qabları qoyub. Onu da bilirsiniz niyə qoyub? Çünki su kəsilir. Bax onun üçün qoyub ki, su kəsiləndə o ağaclar susuz qalmasın deyənə. Bax onu yerləşdirib ora. Amma özü gördüyünüz kimi bax bu yerdə qalır. Şikayətçilər deyir ki, dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsələr də hələ də heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə bu ərazi vaxtilə təhsil işçilərinə güzəştli sahə kimi təqdim edilib. Lakin illər keçdikcə nə infrastruktur qurulub, nə də şərait yaxşılaşdırılıb. Heç bir infrastruktur qurulmayıb, qurulmamışdır. İşıq son vaxtlar çəkilib, qazla da təminatı bizə etmirlər. Səbəbini də minbir bəhanələr gətirilir. Müəllimə, burada bildiyimiz qədərilə yolun o tərəfində qaz var. Amma niyə müəllimlər nəzərə alınmayıb? Çox maraqlıdır. Bax, bizi hər bir şeydən görünür ki, bu müəllimlər öz ürəyinin hərarətini, gözünün nurunu verib yetişdirdiyi kadrların biganəliyidir müəllimə qarşı. Çünki yolun o bir üzündə bütün müəssisə təşkilatlar qazla, işıqla təmin olunduğu halda bizim sahəmiz bunların hamısından məhrum idi. Son vaxtlar işığı çəkdilər, sağ olsunlar. Ancaq qaz məsələsi, baxın, siz bax əraziyə baxın, hamı müəyyən tikinti aparıb yarımçıq qoyub gedib. Səbəbi nədir? Şərait yoxdur. Yaşamaq üçün infrastruktur yox. Bəli, yaşamaq üçün şərait yoxdur. Biz də vaxtilə tikdiyimizə görə məcbur olub qalmışıq. Ancaq qalmışıq nə cür? Məcburiyyətdən demək olar ki, nə bilim, odun qırıntısı, mal təzəyi, nə bilim. Evlərinizi yəni onlarla isidirsiniz, də mən belə başa düşdüm. İnanın ki, şəhərə girəndə utanırıq. Bizim üstümüzdən hissi gəlir. Xəcalət çəkirik. Çünki qaz bizim yolun sağı və solu var. Sağ tərəfində, dənizə tərəf gedəndə qaz xətti var. 500 metrlik qaz xəttini çəkmək bunlar üçün böyük maliyyə tələb edir. Çox gülməlidir. Doğrudan. Amma müraciət eləmisiniz də? Müraciət eləmişəm nədir? Əlimdəki sənədlərə baxsanız sayı hesabı yoxdur. Hansı yeri yoxdur ona müraciət etməmişik. Nə əsas gətirirlər? Nə deyirlər ümumiyyətlə ki? Niyə vermirlər sizə bu qaz? 25-ci ildə artıq sona çatdı. İndi isə nə vaxtı qazın, Azərqazın daxili təminatı olacaqsa, fikir verin sual sözə. Onda bizə bu işdən yararlanmalı olacaq. Hal-hazırda bu sonsuz bir rəqəmdir. Ona görə də xahiş edirik, bu məsələdə bizim etmədiyimiz qurum qalmayıb, müraciət etmədiyimiz qurum qalmayıb. Sizdən xahiş edirik, bu məsələni bir daha təkrar onların nəzərinə çatdırın ki, müəllimə qarşı bu qədər hörmətsizlik, müəllimə qarşı, ümumiyyətlə insanlığa qarşı, Azərbaycan vətəndaşına qarşı bu qədər hörmətsizlik, laqeydlik olmaz. Yəni siz düşünürsünüz ki, bu müəllimlərə qarşı olan bir hörmətsizlikdir? Əlbəttə. Çünki bütün müəssisə təşkilatları qazlaşdırdığı halda nətər oldu ki, birdən təhsil işçiləri bu imtiyazdan kənarda qaldı. Hörmətli Azəriqaz rəhbərliyi, yəqin ki, bu video sizin qarşınıza çıxacaq.
Bu ərazidə ancaq müəllimlərdir. Yəni təsəvvür edin, bu müəllimlər burada qış ayında necə yaşasın? Qış aylarında. 52 il Sumqayıt təhsilində işləmişim. Təqaüdə çıxandan sonra bu ərazidə gəlmisiniz, Bəli, bəli. təqaüdə çıxandan sonra yay, qış burada yaşayıram mən. Burada yaşayırsınız. Bəli, Necə bəli. yaşayırsınız? Şəraitsizlik şəraitində də nə eləmək? Lampa işığından istifadə eləmişik, odun peşindən istifadə eləyirik. Qışda soyuq olur, dözməliyik də nə eləyək indi. Şükür Allaha. Nə vaxt ki, veriblər bu ərazilər sizə? 1988-ci ildə, 1988-ci il. 37 il bundan öncə. Yəni bildiyim qədərilə bu əraziləri təhsil işçilərinə veriblər. Hamısı təhsil işçiləri. Bəli, burada 1200 nəfər təhsil işçisinin bağıdır. Sadəcə yeri veriblər. Hər ay 6 sotdan ibarət yer, pay yer verilib, bəli. Ondan sonra Layihə mülkiyyət əsasında olub da bunlar Bəli, hamısı? layihə əsasında olub. Ondan sonra 2006-cı ildən bəri də mülkiyyətə daxil edilib və hamısına da özəl kitabça, özəl kubça, yəni evin də çoxları evlərin də kubçalarını, yəni çıxarışlarını alıblar. Mənim çox maraqlıdır. Evinizi nəyə isidirsiniz bu dəqiqə? Evin isidilməsi odun peçi ilə, odun peşiyə ya odun olmayanda yerdən yığırıq peyindən istifadə edirik. Hə, təzəkdən. Da başqa çarəmiz nədir? Yəni bu ərazilərdə qaz yoxdur. Qaz yoxdur. Bu ərazidə deyəndə hardasa bizim Yolun o tərəfində var. Bəli, 8 metrlik yolun sağında qaz var bütün o cəmiyyətlərdə. Tək ki bir yalnız maarif cəmiyyətində yoxdur. Ömrümüzü məktəbə, uşaqlara həsr etdik. İndi isə yaşlandığımız vaxtda ən adi kommunal xidmətlərindən belə məhrumuq. Qışda soyuqdan donuruq, yayda susuz qalırıq. Bu müəllimlərə veriləcək dəyərdirmi? Deyə ərazidə yaşayan təqaüdçü müəllimlər bildirir. Qazımız yoxdur, isinməyə bir şey yoxdur. Odun da ki, burada elə bir çətin tapılır. Və evinizi nə ilə isidirsiniz? Elə belə. Təzəkdən istifadə Hə, edirsiniz. hə. Çox çətindir. Çox çətindir, çox. Həddindən artıq çətindir. Özü soyuq olur burada. Təqaüddə olan müəllimik də, təqaüddən bunun o nəyin deyirik, gözəlliyini biz kəşf eləyə bilək, yaşaya bilək, o anları yaşayaq. O yoxdur deyinə biz onları yaşaya bilmirik. Gəlirik, soyuq olanda gedirik. Burada bir növ elə bil diqqətdən kənarda qalmışıq. Biz də istəyərik ki, o bir evlər kimi o infrastrukturumuz olsun, qazımız. Yolun sağ tərəfi də qaz var. Bir dənə 60 metr olan bizə qaz çəkilmişsə biz də inciyirik. Öz çəkdiyimiz əziyyətdən inciyirik. Adımızdan inciyirik ki, müəllimə bu olmaz. Burada nə qədər müəllim ailəsi yaşayır? Çoxdur. Ən azı bir 60-ının evi var. Hə, 60 müəllim ailəsi burada yaşayır. 1200 yerlikdir. Bu təhsil verilibdir müəllimlərə. Sağ olsunlar, veriblər. Gözəl yerdir. Dənizə yaxın, dağla dənizin arası. Elə Amma bir qışda qala bilmirsiniz də burada. Qışda qala bilmirik də. Yayda qalır. Evləri isidə bilmirsiniz. Bəli, isidə bilmirik. Məsələn, mən fəxr eləyirəm ki, yanvarda mənim ad günümdür. Mən burada bağ evimdə bu gözəl insanlarla, mənim keçmiş müəllim yoldaşlarımla qeyd eləyim. Amma hava soyuq olanda qala bilmirsiniz. Bəli, soyuq olanda biz qala bilmirik. Gedirik. İstəyərəm ki, qaz olsun ki, biz də burada daimi yaşaya bilək. Sakinlər aidiyyatı qurumları məsələni təcili şəkildə həll etməyə, qaz xəttinin çəkilməsi və su təchizatının sabitləşdirilməsi üçün addımlar atmağa çağırırlar. Onların fikrincə, bu problemin illərdir həll edilməməsi dövlət qurumlarının məsuliyyətsizliyinin bariz nümunəsidir. Yaşma bağlarında yaşanan vəziyyət bir daha göstərdi ki, Sumqayıtda müəyyən ərazilər sanki yaddan çıxarılıb. Halbuki burada yaşayan insanlar bir vaxtlar ölkənin təhsil sisteminə illərlə xidmət etmiş, minlərlə şagird yetişdirmiş müəllimlərdir. Bu insanların layiq olduğu normal həyat şəraitinin təmin olunması isə artıq təxirə salınmaz zərurətə çevrilib. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.